Bərdə rayonunda abadlıq quruculuq işləri davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da abadlıq və yenidən qurma işləri ardıcıl şəkildə davam etdirilir. Qafarov Rauf Sahiboğlu, Bərdə Məzid Təmir İstismar Sahəsinin rəisi. Gördüyümüz kimi bu günlərin Bərdə şəhərində abadlıq işlərinə başlamışıq. Üzeyir Hacıbəyev küçəsində yerləşən 3 dənə 5 mərtəbəli çox saylı yaşayış binasının qabaq hissəsində 3100 kvadrat, 4200 kvadrat asfalt işləri nəzərdə tutulmuşdur. Gördüyümüz kimi də asfalt işləri davam edib başlamışıq. Hər bir binanın qabağına 1100-1200 kvadratda tamir, 750 metrdə bardör işləri nəzərdə tutulur. Gördüyümüz kimi də işlər də davam edir, işlərimiz də gedir. Bir də 9 mərtəbəli yaşayış binasında gördüyümüz kimi uzun illərdir işləməyən liftimiz vardı. Yenisi ilə əvəz olundu. Dəqiqədə tamamlama işləri gedir. 2 gün ərzində də lifti də tamamlama işləri görülür. Cəmiyyətin istifadəsinə veriləcəkdir. Abad məhəllə salınması məqsədi ilə görülən işlər çərçivəsində 730 metr bardyorun yenilənməsi, 2560 kvadrat metr sahədə tamir daşlarının döşənməsi, 9 ədəd işıqlandırma dirəklərinin müasir tələblərə uyğun şəkildə dəyişdirilməsi, həmçinin binaların qarşısında 4200 kvadrat metr sahədə asfalt örtüyünün tətbiqi nəzərdə tutulur. Eyni zamanda ərazidə yerləşən köhnə 9 mərtəbəli yaşayış binasında uzun illərdir istismar üçün yararsız vəziyyətdə olan lift yenisi ilə əvəz olunmuşdur. Bu addım bina sakinlərinin gündəlik rahatlığının və təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev aparılan işlərlə yerində tanış olmuş, abadlıq işlərinin keyfiyyətli və vaxtında icrasına xüsusi diqqət yetirmişdir. Görülən işlər yaşayış məhəllələrinin daha da səliqəli, təhlükəsiz olmasına, sakinlərin gündəlik rahatlığının artırılmasına xidmət edir. Sakinlər rayonda aparılan abadlıq və yenidən qurma işlərini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Səfərova Lətafə Sili qızı. Biz bu görülən işlərin hamısından çox razıyıq. Neçə illərdir 9 mərtəbənin lifti yox idi. Lift sistemi düzəlir, tametlər döşənir, asfalt döşəməsi yayılır. Biz çox razıyıq cənab prezidentimizdən, icra nümayəndəmizdən, hamısından çox razıyıq. Allah canlarını sağ eləsin ki, bu cür asfalt döşəmə ilə, işıqlandırma ilə 9 mərtəbənin qabağını Üzeyir Hacıbəyev küçəsini təmin edir. Çox razıyıq biz. Zamanov Orxan Cavanşiroğlu. Allah sizdən razı olsun, prezidentimizdən razı olsun. Yollarımız asfaltlanır, bardyorlanır. Liftimiz 9 mərtəbənin lifti düzəlib. Çox sağ olun, gözəl işlərdir. Allah sizdən razı olsun. Yəni bərbad vəziyyətdə idi, pis vəziyyətdə idi. Maşınla girmək olmurdu. İndi gözəldir. Asadova Əliyə, Andrey qızı, sağ olsunlar. Çox qəşəng buranı düzəldirlər. Oğlum 1-ci qrup 50 ildir. Yəni buralarda daşın içindən gəzmək, çəlinə gəzmək, əziyyət çəkirdi. İndi sağ olsunlar. Qəşəng buranı düzəldirlər. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.